Subaylıq sultanlıqdır. Belə bir şərh yazıblar burada. Mənim qardaşım, subaylıq sultanlıq falan deyil. Yəni bu sözü kim deyibsə, yalan deyibdir. Bu sözü kim ilk dəfə fikirləşib deyibsə, o insan yalan deyibdir. O insan özü də bəlkə də subay olub deyənə, yəni öz-özünə təsəlli verməksə bu sözü deyib subaylıq sultanlıqdır. Və əksər vaxtda bu sözü deyən insanların çoxuna fikir vermişəm ki, evlənmək istəməyən insanlardır, evlənməkdən əlini üzən adamlardır, evlənməyə nifrət edən insanlardır. Ən son variant nə deyirlər? Subaylıq sultanlıqdır deyib, sanki özlərinə təsəlli verib yaşayırlar. Subaylıq sultanlıq olsaydı, sultanlar subay qalardılar. Hansı sultan subay olubdur? Yəni, bu söz kökündən yanlışdır. Şəxsən mən bir subay olaraq deyirəm ki, subaylıq sultanlıq deyil. Əksinə deyərdim, bəlkə də evlənmək sultanlıqdır, nəinki subaylıq. İnsan evlənməyi daha gözəldir, ailə qurmağı daha gözəldir. Təbii ki, indi evlənmək çətindir, başa düşürəm, amma imkanı çatırsa əgər bir insanın bacardığı qədər, çalışdığı qədər evlənməlidir, ailə həyatı qurmalıdır. Evlənmək daha gözəldir.